Bu atlardan istər idmanda, istərsə də minikdə, yükdə və yüngül qoşquda istifadə olunur. Dözümlülüyü və dağlıq şəraitə minik üçün uyğun olması ilə səciyyələnən dilbaz at cinsinin inkişaf etdirilməsi ilə bağlı Ağstafada 15 hektar ərazidə müasir tələblərə cavab verən təsərrüfat sallanıb. Burada ofis binası, qapalı yem ambarı, çamaşırxana, tövlələr və digər tikililər var. Kənd Təsərrüfatı Nazirliyinin Azər-Aqrar Dövlət İstehsalat və Emal Birliyi Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində olan dilbaz atçılıq təsərrüfatının zootexniki bildirib ki, bu sahəyə göstərilən dövlət qayğısı nəticəsində atların baş sayının artırılması, keyfiyyət göstəricisinin yüksəldilməsi istiqamətində tədbirlər görülür. Atlar hazırda tövlə şəraitində bəslənilir. Gələcəkdə dilboz atlarının əvvəlki şan şöhrətini özünə qaytaracağıq. Bunun üçün kifayət qədər gücümüz var. Təsərrüfatda təcrübəli mütəxəssislər çalışır. Atlar xüsusi qrafiklə bəslənilir, hər gün onlara qulluq göstərilir. Təsərrüfatın dilboz atları Çovqan atüstü idman oyunlarında 2 komanda ilə çıxış edərək bir çox uğurlar qazanıblar. Yığma komandada da dilboz atları və təsərrüfatın yetişdirdiyi idmançılar uğurla çıxış edib. Bu barədə təsərrüfatın zootexniki Etibar Məmmədov televiziyamıza ətraflı məlumat verib. Azərbaycan Respublikasında bu dəqiqə atüstü Çovqan milli oyunlar üzrə Azərbaycan çempionatı ikinci ildir keçirilir. Hamıya məlumdur ki, keçən il komandamız 8 komanda arasında 3-cü yer oldu. Keçən ildən Ağstafa 2 komanda ilə təmsil olunur. Ağstafa Dilbaz, Zəfər Dilbaz. Və hal-hazırda Zəfər Dilbaz komandası 2-3-cü yerləri bölüşür. Və hamımıza məlumdur ki, MDB üzrə yarışlar keçirildi və MDB-də ən gözəl, belə deyək də, ən gözəl bu ürək açan cəhətlərdən biri odur ki, Çovqan yarışlarını artıq MDB-yə çərçivəsinə aparıb çıxarılıb. Elvin Qudratov, Kamran Əskiparalı, bugün informasiya proqramı üçün.